söyləsən də tanıyıram Rəbbimi. İlk qonağımızı sizə təqdim etmək istəyirəm. Yazıcılar Birliyinin üzvü, prezident təqaüdçüsü, TİQ nəşriyyatının rəhbəri Çinarə xanım Köçərli. Alqışlar gəlir və burada kitablar var. Ol deməklə həmin an xəlq eylədi yaradan. Kamil tərtibdə hər şey, varmı işində nöqsan? 7 qatlı asiman, yerə edildi tavan. Günəş, ulduz, ay ilə səma oldu çıraqban. Sırayla gecə gündüz etdi bir-birin əvəz. Rəbbimiz bu qaydanı yaratmayıbdır əbəs. Təəssüflər olsun ki, müasir dövrümüzdə uşaqlar özlərini uydurma və bizə yad olan komiks qəhrəmanlarına oxşatmağa çalışır. Yenicə çapdan çıxmış Peyğəmbərlər kitabı ilə tanış olandan sonra Представляем вам удивительную книгу о пророках. Və bu mənəvi keyfiyyət elə onu göstərir ki, biz özümüzün şad vaxtımızda, rahat vaxtımızda, heç bir şeyə ehtiyacımız olmayan vaxtımızda da insanları neynəməliyik? Düşünməliyik, onlara